Azərbaycan Texniki Universitetinin xüsusi texnika və texnologiya fakültəsində məzunların işə təyinatı üzrə tədbirlər planlı, mütəmadi şəkildə həyata keçirilir. Bu çərçivədə fakültənin növbəti buraxılış məzunları üçün işə təyinat prosesi təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən istehsal müəssisələrinin, eləcə də Azərsilah Holdingin nümayəndələrindən ibarət komissiya iştirak edib. Gün ərzində davam edən proses zamanı məzunlar ixtisasları üzrə fərdi müsahibələrə cəlb olunub. Onların nəzəri bilikləri və praktik bacarıqları qiymətləndirilib. 2024-2025-ci tədris ilində Xüsusi Texnika və Texnologiya Fakültəsindən 76 tələbəmiz məzun olmuşdur. Məzun olan tələbələrimizdən bir nəfər hal-hazırda dövlət proqramı ilə xaricdə öz təhsilini davam elətdirməkdədir. Onlardan 36 nəfər isə hal-hazırda hərbi xidmətdədir. 23 tələbəmiz Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyində olan müəssisələrin nümayəndələri tərəfindən işə qəbul müsabiqəsinə dəvət olunmuşlar və tələbələrimizə fundamental mühəndislik bilikləri və öz ixtisaslarına bağlı suallar ünvanlanmış, eyni zamanda onların yumşaq bacarıqları ölçülmüşdür. Yekunda komissiya üzvləri tələbələrimizin bilik və bacarıqlarını məqbul olaraq qiymətləndirmişlərdir. Geri qalan məzunlarımız isə Müdafiə Sənayesi Nazirliyinin təşkil edilmiş olduğu işə qəbul görüşündən daha əvvəlki müddətdə istər Müdafiə Sənayesi Nazirliyinin müxtəlif müəssisələrində və istərsə də digər özəl sənaye müəssisələrində işlə təmin olunmuşlardır. Bu ilki məzunlarımızdan əsgəri xidmətdə olanlar xaric tələbələrimizin demək olar ki 90%-dən yuxarısı işlə təmin olunub. Bu isə fakültənin məzunlarının əmək bazarında yetəri qədər rəğbət gördüyünü və əmək bazarının bu sahədəki mütəxəssislərə olan ehtiyacını göstərməkdədir. Qeyd edək ki, Azərbaycan Texniki Universiteti regionda müdafiə sənayesi sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasını həyata keçirən yeganə ali təhsil müəssisəsidir. Bu istiqamətdə ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədi ilə Nazirlər Kabinetinin 7 iyun 2011-ci il tarixli 91 nömrəli qərarına əsasən Azərbaycan Texniki Universitetində xüsusi texnika və texnologiya fakültəsi yaradılıb. Hazırda fakültə ilə müdafiə sənayesi müəssisələri arasında qurulmuş institusional əməkdaşlıq mexanizmləri məzunların ixtisasları üzrə istehsalat müəssisələrinə cəlb olunmasını təmin edir və bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir.